Yalandan artist eləmək lazım deyil ki, infarkt keçirtmişəm, insult keçirtmişəm. Mənə görə keçirtməmişsən. Mənə o yükü, o günahı mənim çiynimə salmağa ehtiyac yoxdur. Bir də demirsən ki, məndən reklam qazanır. Sən ulduzsan, adama deyərlər. Bir yox, əslində Mən niyə səndən reklam qazanım? O nə sözdür? Yox, mən bilirsiniz necədir? Atasıdır. Dəqiqədə bir... Ona bizə niyə toxunur? Deyir ki, mənimlə reklam qazanır. Söyle, bilirsiniz necədir? İhtiyacı var. Yox. Amma Rəqsanə, ata da deməməlidir, bilirəm. Mən uşaq deyiləm. Olar mən sözümü tamamlayım. İnsanlar Aysun, sənə qarşı Mama, bir dəqiqə mən cümləmi tamamlamaq istəyirəm. İstəmirəm belə deyəsən, danışasan. Bilirsiniz necədir, Tolik? Mənim hər efir sonrası iş nömrələrim dağılır. Bəli. Mən artıq bura yığılmışam bu mövzu ilə. Mən bugünə qədər heç vaxt hörmətsizlik etməmişəm. Heç vaxt. Amma o ata ki, mənim səslərini özüm eşitmişəm. Dediyini deyirəm. Sonra Məsiyə zəng eləyirlər ki, mənim atam elə sözlər istifadə eləməyib. Kim deyib Aysun bacı elə sözlər? Mən qulağımla eşitdiyim sözü. Ay 28 sonra atasının səsini eşitdi və əziyyət dəyişdi. Görmədiyim, tanımadığım bir insana qarşı o hala düşə bilmərəm mən. İstəmirəm. Düzdür? Düzdür, tamamilə doğru. Amma gözümün qabağına övladın gələndə ki, ay Allah, bunu birdən bir gün mənim qızım da yaşayar. Bax, onu o an o hissləri keçirdə bilirsən. Mən bugünə qədər məni axtarmayan bir insana görə bir damcı göz yaşı tökmərəm. Çünki o mənim axan göz yaşıma layiq insan deyil. Ola bilər o mənim bioloji atamdır. Ola bilər. Ola bilər məni dünyaya gətiribdir. Amma mənim üstümdə heç bir haqqı yoxdur. Və bu dünyaya mən xahiş eləyib gəlməmişəm. Deməmişəm ki, məni gətirsin filan kəs dünyaya. Heç bir övladın günahı deyil. Yanlış düşünürəm. Məni, yəni bizi valideynlər aralarında... Hədə biz seçim etməmişik kim bizim valideynimiz olsun. Heç kim, əlbəttə. Məni siz dünyaya gətirmişsiniz və ona görə də üzerimdə heç bir haqqı yoxdur deyə, ona qarşı heç bir hissiyatım yoxdur deyə, dünən də heç bir his keçirtmədim. Allah can sağlığı versin, balaları var onun 2 dənə gül kimi. Allah saxlasın. O insan efirdə ona Zaur deyəndə ki, gələrsənmi qızını görməyə və ya Yalçın deyəndə, o beyirib, mən niyə gəlirəm? Ay sağ ol. Sonra dönüb bir dostumuza deyir ki, o televiziyadakı Aysunla Rəqsanə tanınıb, mənim orada nə işim var? Belə bir sözlər istifadə edir. Onda bu atanı məcbur bir diqqatı istəmirsin sənlə danışmaq. Məcbur niyə bağlandı ki? Güya ki, bir deyim də məcbur bağlanmayım. O elə bilibdir ki, mən onu axtarmışam. Yığanda da orada belə ironiya ilə sətir altı gülə-gülə deyirdi ki, mən axtarmırdı. Belə. Mən səni axtarmamışam.